Pedri doğrudan da dəhşət səviyyədə oynadı. 2025-ci ili dəhşət oynadı adam. Yəni doğrudan da futbolu insana orqazm yaşadırdı. Və onun futbolundan, onun göstərdiyi o individual hərəkətlərdən, o futbol intellektindən əgər həzz ala bilmirsinizsə, siz deməli statistika manyakısınız və futbola səhv yerinizlə baxırsınız. Pedri dəhşət bir şeydir. Yəni doğrudan da Pedri kimi yarım müdafiəçi mən görməmişəm hələ. Bəli, ondan güclüləri ola bilər. Bəlkə mən Iniesta'nı ondan güclü sanıram. Iniesta mənim kumirimdir. Pedri'nin Iniesta olmasına çox var. Amma sırf olaraq Pedri'nin futbola gətirdiyi o tam başqa özəlliyi var. O başqalarında yox idi. Doğrudan da çox başqa cür oynayır adam futbolu. Əylənərək oynayır. Amma professionallığını itirmir. Bax, budur Pedri'nin digərlərindən fərqli edən. Vitinha da möhtəşəm oynadı. Yəni Vitinha üçün möhtəşəm biri idi. Həm millidə, həm klubda uğurlu oldu. Amma Pedri'nin o individual keyfiyyətləri tam başqa leveldə idi və Pedri məncə 2025-ci ildə Barcelona'nın ən yaxşı oyunçusudur.